Qabığı soyulmayan, əziyyətsiz, ləzzətli ərik mürəbbəsini necə hazırlayıram? Bazarın ən bərk əriklərini seçirsiniz. Mən bu dəfə yerli əriyi aldım. Həmişə Naxçıvan əriyindən edirəm. Və mikserin başlığı ilə tumunu ehmalca çıxardıram. Daha sonra şərbəti hazırlayıram. Miqdarları videonun alt bölümündə qeyd olunacaq. Tumu çıxarılmış ərikləri yığıram şərbətin üzərindən. Gür atəşdə 10 dəqiqə bişirirəm. 10 dəqiqədən sonra qazın altını söndürürəm, əriyi tam soymasını gözləyirəm. İkinci etapı başladıqda isə yenə gür atəşdə başlayıram bişirməyə. Badam qırıntısı əlavə elədim və limonunu əlavə elədim. Burada da 15 dəqiqə bişirsəm kifayət eləyəcək. Və mən onu sizə qeyd edeyim ki, ümumiyyətlə mürəbbənin üzərinin kəfini yığacaqsınız siz, salfetka ilə belə qaşıq vurmayın. Və salam. Kukla kimi də ərik mürəbbəsi çıxır, yəni qabıqlıdır, baxın görürsünüz. Sərin yerdə də saxlayırsınız, bankalara da soyandan sonra yığırsınız və salam.